Mövzumuz cənub materikləridir. Cənub materikləri qədim Gondwana qurusunun tərkibinə daxil olublar və Cənubi Amerika ilə başlayaq. Cənubi Amerika sahəsinə görə dördüncü böyük materikdir. Sahəsi 18 milyon kvadrat kilometrdir. Ən hündür zirvəsi Aconcagua zirvəsidir. Ant dağlarında yerləşir. Ant dağlarının ən hündür zirvəsidir. Ən alçaq nöqtəsi isə Valdes yarımadasında Salina-Chicas gölünün deməli səviyyəsi qəbul edilir. -42 metr. Materik ümumiyyətlə 3 yarımkürədə yerləşir. Şimal, cənub, səslərə nəzarət edək zəhmət olmasa. Ekvator xətti kəsdiyinə görə ekvatordan şimalda və cənubda, həmçinin də Qrinviçdən solda yerləşdiyinə görə qərb yarımkürəsi qəbul edilir. Ümumilikdə 3 yarımkürədir. Tropik xətti kəsdiyinə görə materikimiz iki işıqlanma qurşağında, tropik və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Sahilləri Sakit Okean və Atlantik Okean suları ilə yuyulur. Ən enli hissəsi ekvatordan cənubda yerləşir. Qərb hissəsi əsasən dağlardan, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Bu xüsusiyyətinə görə onu Şimali Amerika materiki ilə oxşadırıq. Və materiki Antarktidadan Drake boğazı, Şimali Amerikadan isə Panama kanalı ayırır. Və biz ötən dərslərimizdə qeyd etmişdik ki, materikləri birləşdirən ensiz quru parçaları bərzəxlər adlanır. Şimali Amerika ilə Cənubi Amerikanın Panama bərzəxi birləşdirir. Sahillərində ada və yarımadalar az rast gəlinir. Onlardan biri Odlu Torpaq adasıdır. Materikdən Magellan boğazı vasitəsilə ayrılır. Digər bir ada Pasxa adasıdır. Cənubi Amerika sahillərində yerləşir. O, Naska və Sakit Okean tavalarının divergent sərhədində yaranan vulkanik adalardır. Nəhəng daş heykəllər var. O da möcüzə hesab edilir ki, bu daş heykəllər necə sahillərə gətirilib. Bu haqda iqtisadi coğrafiyada geniş danışacağıq. Digər bir adamız Galapagos adalarıdır. Naska və Kakos tavalarının divergent, yəni ayrılma sərhədində yerləşir. O da vulkanik mənşəli adadır. Galapagos adaları ekvator xətti kəsir, 3 yarımkürədə yerləşir və Ekvador adlı dövlətə məxsusdur. Pasxa adası isə Çiliyə məxsus olan adalara daxildir. Odlu Torpaq adası isə Çili və Argentinaya aiddir. Bir də burada Falkland və yaxud da Malvin adaları var. Ölkə olaraq Böyük Britaniyaya məxsusdur. Hətta Böyük Britaniya ilə Argentina arasında bu ada uğrunda müharibələr gedib. Materikin ucqar nöqtələrini tanıyaq. Materikin ucqar şimal nöqtəsi Qanyas burnudur. Ölkə olaraq Kolumbiya ərazisində yerləşir. Diqqətli olun, bax bu nöqtə Şimali Amerikanın ucqar cənub nöqtəsidir. Mariatodur. Yanıltmac olaraq imtahanlara belə sual düşür ki, Şimali Amerikanın ucqar cənub nöqtəsi Cənubi Amerikanın ucqar şimal nöqtəsindən daha şimalda yerləşir. Deməli səhvdir. Mariato daha cənubda yerləşir. Və yaxud da Cənubi Amerikanın ucqar şimal nöqtəsi Şimali Amerikanın ucqar cənub nöqtəsindən daha şimalda yerləşir. Bu cür cümlələr düşəndə, yəni təxminən bilmək lazımdır. Düzdür, az fərqi var, amma istənilən halda Mariato daha cənubda yerləşir. Materikin ucqar cənub nöqtəsi Proab burnudur. Proyekdə yazılır. Çilidə yerləşir bu ərazidə. Amma burada Hörün burnu da var. Bunu da unutmayın. Odlu torpağın cənub hissəsində yerləşir. Ucqar şərq nöqtəsi Braziliyada Cabo Branco burnudur. Ucqar qərb nöqtəsi isə Peru ərazisində Parnias burnu hesab edilir. İndi burada nəyə fikir vermək lazımdır? Materikin 3 ucqar nöqtəsində günəş zenitdə ola bilər. Materikin 3 ucqar nöqtəsi cənub yarımkürəsində yerləşir. Materikin yalnız bir ucqar nöqtəsi şimal yarımkürəsində yerləşir. Materikin yalnız bir ucqar nöqtəsi cənub mülayim işıqlanma qurşağında yerləşir. 3 ucqar nöqtəsi isə tropik işıqlanma qurşağında yerləşir. Oxuyarkən belə məqamlara diqqət edir. Materikin qərb hissəsində dedik, cavan dağlar var. Ant dağlarıdır. Ant dağlarının yaranmasına səbəb Cənubi Amerika və Naska tavalarının subduksiya etməsi nəticəsində yaranır. Ant dağları şimaldan cənuba meridional istiqamətində uzanır. Bu xüsusiyyətinə görə onu Kordilyer dağları ilə oxşadırır. Ant dağları dünyanın ən uzun dağ sistemi hesab edilir.
Ant dağları Alp qırışıqlığı mərhələsində yaranan dağlara aiddir. Yəni geosinklinalın 3-cü mərhələsindədir və Ant dağlarının ekvator xətti kəsdiyinə görə 3 yarımkürədə yerləşir deyirik. Onun bu xüsusiyyətinə görə Atlas dağlarına bənzədirik. Çünki Atlas dağları da 3 yarımkürədə yerləşir, Ant dağları da 3 yarımkürədə yerləşir. Amma Ant dağları tropik xətti kəsdiyinə görə iki işıqlanma qurşağında yerləşir. Həm cənub mülayim, həm də tropik işıqlanma qurşağında yerləşir. Ant dağlarında fəaliyyətdə olan vulkanlara rast gəlirik. Məsələn, Kolumbiya ərazisində Ruiz vulkanı, Ekvador ərazisində Cotopaxi vulkanı, Çilidə San Pedro, Llullaco vulkanları aktiv vulkanlardır. Sönmüş vulkanlar da var. Chimborazo Ekvadorda, sonra Aconcagua zirvəsinin yaranmasında da əslində vulkanik proseslər var, amma biz onu e, deməli vulkanik dağ kimi, yəni vulkan zirvəsi kimi qəbul etmirik. Sonra burada Ojos de Salado vulkanı var. Əslində ən sönmüş vulkan, ən hündür sönmüş vulkan Ojos de Salado qəbul edilməlidir. Amma dərslik olaraq bizə Chimborazonu ən hündür sönmüş vulkan kimi verirlər deyə biz Chimborazonu götürməliyik. Yəni dərsliyə çalışmalıyıq ki, uyğunlaşdıraq. Sonra materikin şərq hissəsi əsasən düzənliklərdən və yaylalardan, yayla və ovalıqlardan ibarətdir. Ən böyük ovalığı Amazon ovalığıdır. Amazon ovalığı 3 yarımkürədə yerləşir. Amazon çayı hövzəsi. Yəni burada çoxlu çaylar, çay şəbəkəsinin sıxlığı çox olduğuna görə su erozyon relyef formalarına geniş rast gəlinir. Keçilməz meşələrdən, cəngəlliklərdən ibarətdir. Ekvatordan şimalda yerləşən Orinoco ovalığı var. Eyni adlı çayın gətirib çökdürdüyü çöküntülər nəticəsində səthi qalın çökmə süxurlarla örtülüdür. Cənubda Parana çayının çökdürülməsi nəticəsində La Plata ovalığı yaranmışdır. Burada da allüvial çöküntülərlə örtülü olan yəni La Plata ovalığı yerləşir və cənub tropik xətti La Plata ovalığını kəsir. Sonra gəlirik yaylalarına. Ekvatordan şimalda yerləşən Gviana yaylası, ekvatordan cənubda Braziliya yaylası yerləşir, materikin ən böyük yaylasıdır. Bir də burada Patagoniya yaylası yerləşir. Adının mənası uzun ayaqlılar deməkdir. Magellan ilk dəfə buradan keçəndə buradakı adamları görür. Görür ki, onların ayağı çox uzundur və ona görə onu bu cür adlandırır. Yəni adlandırılması Magellan adı ilə bağlıdır. Patagoniya demişdik ki, biz yaşına görə paleozoy yaşlı ərazidir. Sonra Gviana yaylasında özünə məxsus relyef formaları var ki, buna tepulər deyirik. 800-1800 metr hündürlüyü olan masavari dağlardır. Burada fiziki və üzvü aşınmanın təsiri ilə səthi bax bu formaya gəlir və bəzilərinə hətta insan ayağı dəyməyib. Sonra Braziliya yaylasının özünə məxsus relyef forması var. Buna kəlləqənd və yaxud da şəkər başlıqlar relyef forması deyirik. Və bu da qədim vulkanizm prosesi ilə bağlıdır. Burada biz onları daha aydın görəcəyik. Kəlləqəndlər, burada isə Tepuiləri aydın şəkildə görürük. Tepuilər Gviana yaylası üçün, yəni ekvatordan şimal üçün, kəlləqəndlər isə ekvatordan cənubda yerləşən Braziliya yaylası üçün xarakterikdir. Bu isə Rio de Janeiro şəhərində yerləşən Məsihin heykəlidir və kəlləqənd üzərində qurulub. Bax, bunlar kəlləqəndlərdir. Kəlləqəndlərin turistik əhəmiyyəti var. Kəlləqəndləri birləşdirən kanat xəttləri çəkilir və turistlər hər il gəlib orada səyahət edirlər. Yəni kanatlarla hərəkət edirlər. Sonra burada gördüyünüz yazılar danışdıqlarımızın nəzəri hissəsidir. Altiplanolar, Ant dağlarında altiplanolar yerləşir. Altiplano nədir? Ant dağlarında, xüsusən də Boliviya və Çili sərhədində yerləşən, 20 cənub enliyində yerləşən quraqlığa davam bitkilərin geniş yayıldığı bir yayladır və bu yaylada lamalar yaşayır, hündür, yüksək dağlıq yaylalardır. Bir də materikin qərb hissəsində, Çili ərazisində, bax bu ərazidə dünyanın ən quraq səhrası olan Atakama səhrası yerləşir. Atakama səhrasının yaranmasına səbəb soyuq okean cərəyanları, yəni Peru cərəyanıdır. Atakama səhrası seysmik cəhətdən fəal ərazidə yerləşir. Yalnız bir ölkədə yerləşir, o da Çili ölkəsidir. Və hətta burada duman tutan pərlər var. Duman tutan pərlər olub. Yəni biz bunu iqlim mövzusunda deyəcəyik, amma yenə də qeyd edirəm ki, e, bura quraq olduğuna görə
su tapmaq çətindir. Amma quraq olmasına baxmayaraq dünyanın ən dumanlı yerlərindən biridir və burada duman tutan pərlərdən qoyurlar. Məsələn, su yuxarı, daha doğrusu dənizdən buxarlanan su dağ yamaç boyu yuxarı qalxır. Yuxarı qalxanda bulud şəklində qalxdığına görə həmin bu cür tip pərlərdən istifadə edirlər. Həmin dumanı suya çevirirlər və əhali içməli su kimi və məişətdə istifadə edir. Bu da vulkanlardır, şimaldan cənuba doğru düzdür, ölkələr üzrə təsvir edilib. Bu düzənliklərdir. Ant dağları özündə də, Ant dağlarında da o üzərində də deməli nə var? Yaylalar var. Onlardan biri altiplanolar idi. Peru yaylası var. Burada Boliviya və Puna yaylaları var. Puna sizə düşməz imtahanı, amma Peru, Altiplano və Boliviya yaylaları düşər. Bir də burada Boliviya yaylası ilə Braziliya arasında Grand Chaco yerləşir. Sonra burada Cənubi Amerikada Ant dağları olmasına baxmayaraq, Ant dağlarının özündə Kordilyer dağları var. Bax, bu hissə Kordilyer dağları hesab edilir. Burada da Kordilyer dağını biz hissələrə bölürük. Bu hissəni məsələn Şərqi Kordilyer adlandırırıq. Bu hissənin mərkəzi Kordilyer. Yəni Ant dağlarında belə Kordilyer dağları yerləşir ifadəsi doğrudur. Roraima dağını soruşsaz hardadır? Roraima dağı Gviana yaylasındadır və Roraima əslində səthi hamar relyef formasıdır. Biz onun Roraimanı harda öyrənmişdik? Platolarda. Deməli səthi hamardırsa, Platonu da elə adlandırmaq olar. Sonra Braziliya yaylasının ən hündür zirvəsi Bandeira dağıdır. 2897 metr hesab edilir. Gvianada Roraima dağıdır. 2875 metr olmalı səhv etmirəmsə. Sonra Cənubi Amerikanın geoloji quruluşunu da təhlil edər. Ən qədim hissə təbii ki, qədim platformadır və burada Cənubi Amerika platformasıdır. La Plata ovalığı, Braziliya yaylasının böyük hissəsi, Orinoco, Gviana yaylası, Amazon ovalığı və Braziliya yaylasının şərq hissəsi. Bax, bunlar qədim platforma sahəsidir. Bünövrəsi arxeik proterozoy eralarında qoyulmuşdur. Sonra gəlir ən qədim qırışıqlıq zona, yəni Baykal. Baykal qırışıqlığına Braziliya yaylasında rast gəlirik. Sonra gəlir qədim qırışıq zona, yəni Kaledon, Hertsin, yəni Paleozoy. Paleozoy yaşlı ərazi hansılardır? Patagoniya yaylası, odlu torpağın bir hissəsi, Ant dağlarının şərq hissəsi bu əraziləri əhatə edir. Mezozoy qırışıqlığı yoxdur, orta qırışıqlıq cənub materiklərində yoxdur ümumiyyətlə. Sonra gəlir müasir qırışıqlıq zona. Bu da təbii ki, Marakaibo gölü sahilləri, Ant dağları axıra kimi odlu torpaq adasına qədər. Hətta bəzi mənbələrdə deyilir ki, Antarktida olan cavan dağlar məhz Ant dağlarının davamıdır. Ant sözünün mənası yerli int dilində mis deməkdir. Burada mis ehtiyatları zəngindir. Peru və Çilidə mis ehtiyatları zəngindir. Xüsusən də Çilidə Chuquicamata yatağı var ki, açıq üsulla mis çıxarılır. Ant dağlarında qala ehtiyatları da zəngindir. Boliviyada yerləşir xüsusən. Braziliya yaylasında dəmir, manqan, boksit ehtiyatları zəngindir. Gviana yaylasında boksit ehtiyatları zəngindir. Karib dənizi, Orinoco balığı və Maracaibo gölündə neft ehtiyatları, Kolumbiyada daş kömürü ehtiyatları zəngindir. Kolumbiya daş kömürü ehtiyatlarına görə Cənubi Amerikada birinci yeri tutur və e, Braziliya isə daş kömürü ABŞ-dan ixal edir, yəni alır. Sonra, burada qeyd olunub zaten. Belə. Keçək digər materikimiz Afrika materiki. Afrika materiki sahəsinə görə ikinci ən böyük materikdir və yeganə materikdir ki, 4 yarımkürədə, yəni eyni anda həm Qrinviç xətti, həm də ekvator xətti kəsərək 4 yarımkürədə yerləşir. Sahəsi 30 milyon kvadrat kilometrdir. Sahəsinə görə ikinci yerdədir. Ən hündür zirvəsi Kilimanjaro vulkanıdır. 5895 metr cənub yarımkürəsində yerləşir. Bax, bu ərazidə. Ən alçaq nöqtəsi -157 Affar çökəkliyində Assal gölünün səviyyəsidir. Cibuti ərazisində yerləşir burada. Sonra
Ən böyük adası Madaqaskardır. Digər cənub materikləri kimi daha az parçalanıb. Ona görə ada və yarımadalara sahillərində daha az rast gəlirik. Və ən böyük adası Madaqaskardır. Ən böyük yarımadası Somali yarımadasıdır. Materik dörd yarımkürədə yerləşir dedik. Həm ekvator, həm də Qrinviç xətti kəsir. Eyni zamanda şimal tropik və cənub tropik xətti kəsir. Tropiklər arasında böyük məsafədə yerləşdiyinə görə ən isti materik hesab edilir. Ən quraq materik Avstraliyadır, ən rütubətli materik isə Cənubi Amerika hesab edilir. Üç işıqlanma qurşağında yerləşir. Cənub mülayim, tropik və şimal mülayim. Afrika üç işıqlanma qurşağında yerləşir ifadəsi doğrudur. Və həm şimal tropik, həm də cənub tropik kəsdiyinə görə biz deyirik ki, il ərzində Afrikada hər gün günorta vaxtı günəş zenitdə olur. Afrika yeganə materikdir ki, hər gün günəş zenitdə olur. Sonra sahilləri Atlantik və Hind okean suları ilə yuyulur. Materikin ucqar nöqtələrini tanıyaq. Ucqar şimal nöqtəsi Bensekka Tunisdə yerləşir. Ucqar cənub nöqtəsi Almadi burnu Cənubi Afrika Respublikasında yerləşir. Ucqar şərq nöqtəsi Ras Həfun burnu Somalidə yerləşir. Ucqar qərb nöqtəsi Almadi burnu Seneqalda yerləşəcək. Deməli, ucqar şimal və cənub nöqtələri mülayim işıqlanma qurşağında yerləşir. Bensekka şimal mülayim, iynə cənub mülayim. Yalnız iki nöqtə, ucqar nöqtəsi tropik işıqlanma qurşağında yerləşir. Ras Həfun və Almadi. Bax, bunlarda zenitdə olur. Yalnız iki ucqar nöqtəsində günəş zenitdə olur ifadəsi doğru ifadə olacaq. Materikin relyef xüsusiyyətlərinin fərqinə görə biz iki yerə bölürük materiki. Yüksək Afrika və alçaq Afrika. Yüksək Afrika cənub və şərq hissəsi, alçaq Afrika isə şimal və qərbi Afrika aiddir. Gəlin öncə Afrikanı digər materikdən ayıran coğrafi obyektləri tanıyaq. Afrikanı Avropadan ayırır Cəbəl Tariq boğazı, Tunis boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-əl-Məndəb boğazı və Ədən körfəzi. Eyni zamanda Avrasiya ilə birləşdirir Süveyş bərzəxi. Və burada Misir, Afrikada yerləşən Misir dövləti iki qitədə yerləşir. Çünki burada Asiyaya aid olan Sinay yarımadası ölkə olaraq siyasi cəhətdən Misirə aiddir. Gəlin Afrikanı biz daha dərindən tanıyaq. Materikin ən böyük yarımadası Somali yarımadasıdır. O da get-gedə materikdən ayrılır. Bildiyiniz kimi Şərqi Afrika sınma zonası Ölü dənizdən başlayır, Qırmızı dəniz, Efiopiya yaylası, sonra burada olan göllər və Zambezi çayına qədər davam edir. Get-gedə Afrika şərq istiqamətdə hərəkət edərək materikdən qopur. Və buranın mərkəzi ox hissəsi Orta Okean silsilələrini xatırladır. Çünki qalxan yerlərdə iki dənə qalxan arasında bir dənə emmə müşahidə edilir. Qalxanlar Horst, emmələr isə Qraben adlanır. Şərqi Afrikada Ruvenzori Horstu ən məşhur horstlardan biridir və bu Qrabenlərdə göllər yerləşir. Burada Rudolf, Tanganika, Nyasa gölləri Qrabende yerləşən göllərdir. Qrabende yerləşən göllərin xüsusiyyəti nədir? Ensiz, uzunsov və dərin olur. Eyni zamanda bu ərazilər divergent sərhəd hesab edilir. Materik və materikin divergent sərhəddi burada müşahidə edilir. Sonra ən böyük adası Madaqaskardır. Tropik xətti kəsir. İki yarım işıqlanma qurşağında yerləşir Madaqaskar adası. Burada Komor, Seyşel və Sokotra adası var. Sokotra ölkə olaraq Yəmənə məxsusdur. Sonra müqəddəs Yelena, Bosna-Herseyna Orta Okean silsilələri üzərində yerləşir. Afrika və Cənubi Amerika tavalarının divergent sərhəddində yerləşir. Ölkə olaraq isə bu iki ada Böyük Britaniyaya aiddir. Yaşıl burun və Kanar adaları vulkanik adalardır. Sınma zonasında yerləşən adalar hesab edilir. Afrika tavası üzərindədir bütünlükdə. Yəni Afrika tavası ilə hər hansısa bir tavanın sərhədində deyil. Afrika tavası üzərində sınma zonasında yerləşən adalardır. Sonra Bioko və Santome adaları var. Bunlar da sınma zonasında yerləşən vulkanik adalardır. Məsələn, burada Kamerun vulkanı var. Platformada yerləşən aktiv vulkandır. Adətən biz platformada aktiv vulkan
müşahidə etmirik qanuni olaraq, amma burada müşahidə edilir. Çünki fikir verirsiniz, bax bu xətt boyunca sınma zonasıdır və bu sınma nəticəsində fəaliyyətdə olan vulkanlar ola bilər. Eyni zamanda Afrikanın şərq hissəsində də sınma zonasında fəaliyyətdə olan vulkanlar mövcuddur. Afrikanı qruplaşdırdıq. Yüksək Afrika və alçaq Afrika. Yüksək Afrikaya aid olan relyef forması. Paleozoy yaşlı Kap əjdaha dağları, Kalahari səhrası dünyanın ən qalın qumlarla örtülü səhrası hesab edilir. Kalahari 3 ölkə ərazisində yerləşir. Namibiya, Botsvana və Çar. 3 dövlət. Kalahari səhrası içərisində Kalahari çökəkliyi yerləşir. Sonra Namib səhrası aiddir bura. Şərqi Afrika yaylası daxildir. Ən hündür zirvəsi materikin ən hündür zirvəsidir. Fəaliyyətdə olan Kilimanjaro vulkanıdır 5891. Karisimbi vulkanı var burada. Fəaliyyətdədir. Sonra Kenya vulkanı var. Sönmüş vulkan hesab edilir. Efiopiya yaylası ən hündür zirvəsi Ras Daşendir. 4620 metrdir ən hündür zirvəsi və Efiopiya yaylasında yerləşir. Assal gölünün səviyyəsi -157 metr. O da məhz burada yerləşir. Yəni Yüksək Afrikaya aiddir. Materikin ən böyük əyilmə zonası Konqo hövzəsidir və Konqo hövzəsindən yanaşı Alçaq Afrikaya aiddir Böyük Səhra. Materikin şimal hissəsində səhra, əslində həm şimalında, həm də cənubunda səhra var, amma şimal hissəsindəki səhralar daha geniş sahə tutur deyə biz deyə bilirik ki, Afrikanın şimalında fiziki aşınma cənubundan daha çoxdur. Yəni fiziki aşınma Afrikanın şimalında daha çox gedir. Və burada səhralarda təbii ki, eol relyef formalarına geniş rast gəlinir. Burada barxanlar, qum tirələri, Duyunlar və Şahid dağlara geniş rast gəlinir. Ən əsas Şahid dağlar Əhəqqar, Tibesti və Darfur yaylalarını misal çəkmək olar. Sonra Liviya səhrası yerləşir və Misirdə Qattara çökəkliyi -132 metr qəbul edilir. Seneqal ovalığı şimal və qərb yarımkürəsində yerləşir. Çünki Qrinviçdən solda, yəni qərbdə yerləşir. Tayde vulkanı Kanar adalarında yerləşir. Kanar adaları ölkə olaraq İspaniya məxsus olan bir adadır. Sonra şimal hissəsində Atlas dağları yerləşir. Yaşına görə cavan dağlardır. Ən hündür zirvəsi Tupqaz zirvəsidir. 4165-dir. Ən hündür zirvəsi Mərakeşdə yerləşir. Amma dağ olaraq 3 ölkəyə düşür. Mərakeş, Əlcəzair və Tunis ərazisinə düşür. Deməli, Atlas dağları 3 ölkədə yerləşir və Qrinviç xətti kəsdiyinə görə biz onu həm də 3 yarımkürədə yerləşən dağlar kimi götürə bilərik. Sonra burada Adamava dağları yerləşir ki, Kamerun vulkanı ən hündür nöqtəsidir. 40 min, daha doğrusu 4070 metr hündürlüyünə sahibdir. Belə, gələk Afrikanın geoloji quruluşunu təhlil edək. Afrikada yenə ən qədim ərazi təbii ki, qədim platformadır. Buna Afrika Ərəbistan platforması deyirik. Materikin böyük hissəsi qədim Afrika platformasından ibarətdir. Sonra ən qədim qırışıqlıq, yəni Baykal qırışıqlıq zonası var burada. Seneqal ovalığı, sonra bax bu ərazilər, Qırmızı dəniz sahilləri, Somali yarımadası, Mərkəzi Afrika, bu ərazilər Baykal qırışıqlığına aiddir. Sonra gəlir qədim qırışıqlıq, yəni Paleozoy yaşlı Kaledon Hertsin qırışıqlığına aid olan əjdaha və Kap dağları götürəcəyik. Bir də Atlas dağlarının cənub hissəsində bir balaca ərazidə göstərilir. Mezozoy qırışıqlığı ümumiyyətlə cənub materiklərində yoxdur, rast gəlinmir. Cavan dağlarımız isə Atlas dağlarıdır, Alp qırışıqlığında yaranıb. Alp-Himalay geosinklinal qurşağının başlanğıcı hesab edilir. Təbii ehtiyatlarına gəlincə, Şimali Afrikada çökmə süxurları zəngin olduğuna görə Şimali Afrikada çökmə mənşəli təbii ehtiyatlar zəngindir. Məsələn, Atlas dağlarında fosforit ehtiyatları zəngindir. Sonra Böyük Səhra və Şimali Afrikanın Aral dəniz sahillərində neft ehtiyatları, qaz ehtiyatları zəngindir. Qvineya körfəzində neft-qaz ehtiyatları zəngindir. Cənub hissəsində isə, mərkəz və cənub hissəsində filiz və maqmatik və metamorfik suxurların zənginliyi ilə filiz və qeyri-filiz faydalı qazıntılar zəngindir. Məsələn, Cənubi Afrikada uran ehtiyatları, sonra qızıl ehtiyatları, manqan ehtiyatları
Əjdaha dağlarında daş kömürü ehtiyatları, Carda almaz ehtiyatları, sonra Madaqaskarda qrafit ehtiyatları, Mərkəzi Afrikada Konqo, Zambiya ərazisində mis ehtiyatları zəngindir. Hətta əvvəlki dərslərimizdə demişdik ki, Namibiya dəniz dibindən almaz ehtiyatları çıxarır. Şərqi Afrika sınma zonasında sizə qeyd etdik ki, Ölü dənizdən ta ki Zambezi mənsəbinə doğru get-gedə tektonik hərəkətlər nəticəsində yarımada materikdən ayrılır və sınma zonasında göstərdik sizə. Sonra keçək sonuncu materiklərimizə. Avstraliya və Antarktida. Avstraliya sahəsinə görə ən kiçik materik hesab edilir. Sahəsi 7,7 milyon kvadrat kilometrdir. Sahəsinə görə ən sonuncu, yəni ən kiçikdir. İki yarımkürədə yerləşir, cənub və şərq yarımkürəsində. Şimali Amerika materikinin tam əks yarımkürələrində yerləşir. Şimali Amerika şimal-qərbdə, Avstraliya isə cənub-şərq yarımkürəsində yerləşir. İki işıqlanma qurşağında yerləşir. Tropik və mülayim işıqlanma qurşağında. Ərazinin böyük hissəsi cənub mülayim işıqlanma qurşağında yerləşir. Tropik xətti mərkəzindən keçdiyinə görə ən quraq materik hesab edilir. Sahilləri Hind və Sakit Okean suları ilə yuyulur və ən hündür zirvəsi böyük su ayrıcı dağlarında Kosciuszko zirvəsidir. Bura Avstraliya Alpları adlanır. Avstraliya Alplarında yerləşən Kosciuszko zirvəsi materikin ən hündür nöqtəsidir. 2228 metr. Ən alçaq nöqtəsi isə materikin mərkəzində yerləşən Eyr gölünün səviyyəsidir, -16 metr. Sonra materikin ucqar nöqtələrini tanıyaq. Materikin ucqar şimal nöqtəsi York burnu, Cape York yarımadasında. Ucqar cənub nöqtəsi Cənub-Şərq burnu. Ucqar şərq nöqtəsi Byron burnu, ucqar qərb nöqtəsi Steep Point burnu adlanacaq. Və yadda saxlayın ki, Avstraliyanın yalnız bir ucqar nöqtəsində, şimal ucqar nöqtəsində günəş zenitdə ola bilər. Digərlərində günəş zenitdə ola bilmir. Steep Point, Byron və cənub-şərq burnu cənub mülayim qurşaqda yerləşir. Sonra gəlirik materikin əsas relyef xüsusiyyətlərinə. Materikin yarımadalarına baxaq. Materikin yarımadası Cape York yarımadası və Arlimin yarımadasıdır. Adalarına gəlincə Tasmaniya adası ən böyük adasıdır. Şimal hissəsində Melville adası, bu hissədə isə Böyük Sədrifi, Mərcan mənşəli adaları yerləşir. Adalarında Kengur adası və sair də var, amma əsas bunları bilsək bizə kifayət edəcək. Materikdə cavan dağlara rast gəlinmir. Cavan dağlara ona görə rast gəlinmir ki, litosfer tavalarının mərkəzində yerləşir, sərhəddində yerləşmir. Əsasən cavan dağlar litosfer tavalarının sərhəddinə uyğun gəlir. Avstraliya materiki də tavanın mərkəzində olduğuna görə, yəni sərhəddində yerləşmədiyinə görə burada cavan dağlara rast gəlinməyəcək. Şərq hissəsində böyük su ayrıcı dağlar yerləşir, iki işıqlanma qurşağında yerləşir. Qədim dağdır, Paleozoy yaşlıdır. Sonra Baykaldan əvvəl yaranan Hammersli və Makdonel dağları var. Makdonel mərkəzdə, Hammersli isə qərbdə yerləşir. Materikin əsas düzənlikləri Qərbi Avstraliya yaylası səhralardan ibarətdir və kristallik bünövrə səthə yaxın yerləşir. Şimal hissəsində Barkli platosu yerləşir. Səthi hamar ilə formasıdır. Sonra mərkəzi ovalıq yerləşir. Materikin ən böyük ovalığıdır. Cənub hissədə Nollorbord düzənliyi ovalığı yerləşir. Materikin tropik işıqlanma qurşağı daxilində böyük qumlu səhrası, mülayim işıqlanma qurşağı daxilində isə böyük Viktoriya səhrası mövcuddur. Bəzən bunların testdə yerini dəyişib verə bilərlər. Məsələn, böyük Viktoriya səhrası tropik işıqlanma qurşağında yerləşir. Bu səhv ifadədir, yəni diqqətli olun. Böyük Viktoriya səhrası mülayimdə, böyük qumlu səhra isə tropik işıqlanma qurşağında yerləşir. Bundan başqa Hibson və Sipson səhralarda mövcuddur. Materikin təbii ehtiyatlarına gəlincə, ən böyük boksit hasilatı regionu dünya üzrə Cape York yarımadasında yerləşir. Arlimin yarımadasında zəngin uran ehtiyatları var. Mərkəzi hissədə, şimal daha doğrusu şərq hissədə mis ehtiyatları zəngindir. Neft-qaz ehtiyatları var. Su ayrıcı dağlarında daş kömürü ehtiyatları, qərb hissəsində isə qızıl ehtiyatları, dəmir ehtiyatları mövcuddur. Materikin mərkəzi hissəsində qırmızı qumlarla örtülü olan Uluru massivi və yaxud da Eris Rock yerləşir. Hündürlüyü 348 metrdir. Tarixi xüsusiyyətlərinə görə Qobustanla oxşardır. Milli park daxilində qorunur. Hətta belə bura yerli əhali, aborigenlər
xaricilərin, turistlərin gəlməsinə icazə vermirdi, hətta çəkiliş də olmazdı. Amma sonradan icazə verildi və bu gün turistlər həmin əraziləri gedib görə bilir. YouTube-da var, istəsəz baxa bilərsiniz. Çox maraqlı bir yerdir. Hətta bu qırmızı qumlarla səhranın ortasına yerləşməsinə baxmayaraq şəlalə mövcuddur. Sonra gələk materiki üç hissəyə bölürük. Şərqi Avstraliya, Mərkəzi Avstraliya və Qərbi Avstraliya. Fiziki xəritə ilə uyğunlaşdırıb relyef xüsusiyyətlərinə görə qruplaşdırmaq olar. Qərbi Avstraliyanın Superpit qızıl mədəni var. Burada açıq üsulla çıxarılır. Tatona qızıl mədəni Carda yerləşirdi. Orada şaxta üsulu ilə çıxarırdı. Amma Superpit Avstraliyada yerləşir və açıq üsulla çıxarılır. Sonra bax burada mərkəz üzrə biz qruplaşdırsaq, məsələn deyək, böyük su ayrıcı dağlar Şərqi Avstraliyaya və yaxud da Cape York yarımadası Şərqi Avstraliyaya aiddir. Mərkəzi ovalığın bir hissəsi aiddir. Nullarbor düzənliyi Mərkəzi Avstraliyaya aiddir. Barkli platosu mərkəzi, Arlimid yarımadası Mərkəzi Avstraliyaya aiddir. Qərbi Avstraliya, Qərbi Avstraliya yaylası aiddir. Bu səhraların bir hissəsi aiddir. Əsas relyef forması olaraq yəqin ki, bunlardan kənar düşməz. Sonra Avstraliyanın geoloji quruluşunu təhlil etsək, Avstraliyanın şərq hissəsi qədim qırışıqlıq vilayətlərinə, qərb hissəsi isə qədim platformaya aiddir. Avstraliyanın böyük hissəsi Avstraliya platformasına aiddir. Arxeoproterozoid eralarında yaranan ərazidir. Yəni burada mərkəzi hissəsində Makdonel, qərb hissəsində isə Hammersley dağları yerləşdi. Baykal qırışıqlığına bəli kiçik bir hissədə rast gəlinir. Şərq hissəsi isə qədim qırışıqlıq, Tasmaniyada daxil qədim qırışıqlığa aiddir. Sonra Yeni Zelandiya materikin yaxınlığında yerləşir. Yeni Zelandiya haqqında əslində bu tərəfdə danışacağıq zaten. Gəlirik materikin kənd təsərrüfatı xəritəsinə. Materikin kənd təsərrüfatı xəritəsini təhlil etsək, görərik ki, əsasən rütubətli hissələrdə, məsələn, şərq hissəsində tropikin, rütubətli tropik olan hissələrdə, sonra şimal hissəsində subekvatorial iqlimdə əsasən ətli südlü heyvandarlıq inkişaf etmişdir. Yaşıl rəngdə olan hissələrdə Qərbi Avstraliya səhrası, mərkəzi ovalıqda, xırdabuynuzda heyvandarlıq üstünlük təşkil edəcək. Sonra aralıq, daha doğrusu subtropik iqlim daxilində olan ərazilərdə taxılçılıq və sitrus meyvəçilik və qızıl, daha doğrusu böyük qumlu və Viktoriya səhraları, Nullarbor düzənliyində isə istifadə olunmayan və az istifadə olunan ərazilər kimi xarakterizə olunacaq. Sonra gəlirik Okeaniya. Okeaniyanın sahəsi 1,3 milyon kvadrat kilometrdir. Okeaniya bölməsində Yansonun, Tasmanın, James Cook'un, Mixoliko Maklayın, Tur Heyerdalın rolu olmuşdur. Gəlirik biz bu adalar qrupuna. Təbii ki, bu adalar qrupunun təsnifatı müxtəlifdir. Bizim dərsliklərdə artıq bu qruplar verilmir. Ona görə imtahana düşməsi gözlənilmir, amma xəritələrdə bəzi xəritə və atlaslarda qeyd olunub. İndi biz çalışmışıq ki, sadə yolla sizə izah etməyə çalışaq. Mikroneziya kiçik adalar qrupudur. Melaneziya qara adalar mənasında işlənir. Əsasən böyük adalardan ibarətdir. Polineziya isə çoxlu adalar deməkdir. Daha geniş ərazini əhatə edir. Melaneziya əsasən ən böyük adası Melaneziyanın, həmçində Okeaniyanın ən böyük adası olan Yeni Qvineya adasıdır. Yeni Qvineya iki ölkəyə məxsusdur, İndoneziya və Papua Qvineyası. Okeaniyanın ən hündür zirvəsi Caya dağı Alp qırışıqlığına aiddir. 5030 metrdir və İndoneziya ərazisində yerləşir. Lamington vulkanı isə Yeni Qvineya ərazisində yerləşir. Bura aiddir Nauru, Salomon, Vanuatu, Fiji, Yeni Hibrid, Yeni Kaledoniya. Yeni Kaledoniyada yeri gəlmişkən deyim, Fransanın müstəmləkəsidir. Burada bir şey qeyd edim ki, Melaneziya adalarını yadda saxlamaq istəyirsinizsə, ən çox yeni sözü olanlar. Yeni Qvineya, Yeni Hibrid, Yeni Kaledoniyalar axtaracaqsınız. Təbii ki, onlara yaxın olan Vanuatu, Salomon, Fiji adaları da burada daxildir. Mikroneziya əsasən mərzan məşəl adalardan ibarətdir. M hərfi olanları yadda saxlayırıq burada. Mikroneziya, Mariana adaları, Marshall adaları və K hərfi olan Caroline və Kiribati adaları.
M-la K-lar Mikroneziyaya aiddir. M, K. Yaxşı. Sonra Polineziyaya aid olanlara T-ları götürəcək əsasən. Tuvalu, Tonga, Tuamotu. Əsas bunlar düşəcək testdə. Tuamotu, Tonga və Tuvalu, Tonga və Tuamotu. Bura Fransa Polineziyasıdır. Tuamotu adaları da Fransaya məxsus olan adalardır. Fransa müstəmləkəsidir yəni. Havay adaları Polineziyaya daxildir. Havay adalarını amma ölkə olaraq ABŞ-a məxsusdur və tropik xətti kəsir. Burada Mauna Loa, Mauna Kea vulkanı yerləşir. Vulkanik adalardır. Sonra Yeni Zelandiyanı bəzən ayrı qrupa verirlər, bəzən isə Polineziya ilə birlikdə verirlər. Yeni Zelandiya materik mənşəli adadır, amma tavaların sərhəddində yerləşir. Hind, Avstraliya və Sakit Okeanın subduksiya nəticəsində yaranmış adalardır. İki müstəqil adadan ibarətdir. Şimal ada və Cənub ada. Şimal adasında həm paytaxt Wellington, həm də Ruapehu vulkanı yerləşir. Yeni Zelandiyada olan adalar da, daha doğrusu dağlar da Alp qırşıqlığına aiddir. Məsələn, sual düşür ki, bəzən ki, Kuk boğazı və yaxud da Şimal ada, Cənub ada fərqi yoxdur. Subduksiya nəticəsində yaranmışdır. Doğru fikir olacaq. Eyni zamanda Fiji və buradakı adalar da həmin tavaların sərhəddində yaranıb. Gəlirik Antarktidaya. Antarktida sahəsinə görə 5-ci ən böyük materikdir. Yalnız Avstraliyadan böyükdür. Antarktidanın sahəsi müqayisə üçün deyim ki, Rusiyadan kiçikdir hətta. Və ən gec kəşf olunan materikdir və yeganə materikdir ki, yalnız bir ucqar nöqtəsi var, o da şimal ucqar nöqtəsidir. Ən hündür zirvəsi Minson massivi 5140 metr, ən alçaq nöqtəsi Bentley çökəkliyidir, -2555-dir. Buna baxmayaraq, quru səthin ən alçaq nöqtəsi Kuxor çökəkliyi Öldən səviyyəsi qəbul edilir. Çünki bu quru səthi deyil, buz səthidir. Yəni Antarktida buz səthi olduğuna görə belə qəbul edilir. Mərkəzində Sovet platosu var və ən böyük yarımadası Antarktida yarımadasıdır. Fəaliyyətdə olan Erebus vulkanı və sönmüş terror vulkanı var. Və materik hələ də dərindən öyrənilməkdədir. Gəlirik materikin bu hissəsinə baxaq. Materikin qərb hissəsində Alp qırşıqlığı, digər hissəsində isə deməli qədim platforma sahəsinə uyğun gəlir. Antarktida yarımadası bəzi mənbələrin dediyinə görə Ant dağlarının davamıdır. Ona görə burada zəngin mis ehtiyatları var. Həmçinin Antarktida yarımadasında qızıl ehtiyatları, sonra uran ehtiyatları, kömür ehtiyatları və neft qaz ehtiyatları mövcuddur. Deməli, Antarktidada həm filiz, həm də qeyri-filiz, həm də yanar faydalı qazıntılar, yəni həm filiz, həm də yanar faydalı qazıntılar zəngindir deyə bilərik. Sonra fəaliyyətdə olan Erebus vulkanı yerləşir, Ross dənizində, Ross adasında yerləşir və cənub-şərq yarımkürəsində yerləşəcək. Antarktidanı cənub qütb dairəsi kəsdiyinə görə biz deyirik ki, Antarktidada qütb gecə və gündüzlərinin müşahidə olunduğu və olunmadığı ərazilər mövcuddur. Və materik iki işıqlanma qurşağında üç yarımkürədə yerləşir. Cənub, şərq və qərb yarımkürəsində yerləşir. Yalnız şimalda yerləşmir. İşıqlanma qurşağı olaraq cənub qütb və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Antarktida ilə bağlı bunları öyrənəcəyik. Antarktida sahilləri Cənub okean suları ilə yuyulur və sahillərində olan dəniz və körfəzlər biz hidrosfer bölməsində sizlə daha dərindən öyrənəcəyik. Bu köhnə bölgüdür. Belə, bugünkü mövzumuz da bura qədər.